rekordu da başladım, sonra yadımdan çıxır. Question words-lərlə başlayaq. Deməli, question words-lər qəbula çıxacaq uşaqlar, amma 3 zonadan birinə çıxacaq. Ümumiyyətlə, sual sözləri olsun, sual cümlələri olsun və ya ayrıcı sual, tək question qaydası olsun. Bunun üçü də düşür qəbula, amma hər zonaya biri düşür, yəni. Atıram, birinci zonaya bu çıxmayıbsa, deməli, ikinci zonaya gətirib salacaqlar deməkdir. Yəni, mütləq ki, amma birinə düşəcək. Sizin zonada ola bilər, yəni bu. Biz təklərlə gəlin başlayaq. Dünən biz bunları əvəzlik, nisbi əvəzlik olaraq gördük. Bugün sual əvəzliyi olaraq görəcəyik və cümlənin əvvəlinə yerləşdirməliyik. Burada bir çox yerdə qaydadan istifadə edəcəyik, digər yerlərdə isə tərcüməyə yönəlib cavabı tapacağıq. Məsəl üçün, birinci sualı mən qayda ilə tapa bilərəm. Birinci tipli sualın qaydası necədir? Bu arada artıq hər dəfə qeyd edirəm, yenə qeyd edim. Mesaj qutusuna heç bir halda heç nə yazmırsınız. Mən sual izah edəndə sualın cavabını soruşanda sadəcə onu yazırsınız. Başqa heç nə yazmırsınız və sadəcə bir cavab yazırsınız. Şöyle burada da hər hansı nəsə bir şey olsun, şöyle mənə ekran skrini at, dərsdə göndərmə. Elə buradaca da dərsdəykən göndər ki, falan kəs falan şey eləyir. Mən sırası onu kənarlaşdırım, fikir yayınıqlığına səbəb olmayaq ki, rahat dərsimizdə geçsin. Nə siz yorulun, nə biz yorulaq. Çünki oraya yazdığınız bir cavab belə qarşı tərəfin fikrini yayındırır. Gedək birinci sualla. Nə edəcəyik? Burada necə bir qayda tətbiq edə bilərik biz? Birinci qaydamız bundan ibarətdir ki, əgər sizə cümlə veribsə, tərcümə etməniz lap gözəl, tərcümə ilə tapmanız lap super. Ola bilər də tərcümə edə bilməzsiniz, cümlənin içindən çıxa bilməzsiniz. Məhz bu sual üçün mən qayda tətbiq edə bilərəm. Əgər bir cümlə gəlibsə, baxın, were the letters written by, cümlənin son sözü söz önü ilə bitirsə, son sözü söz önlərindən biridirsə, by'dir, with'dir, for'dur, about'dur, to'dur və bu söz önləri də bunlar. İndi, ondu, ətdir, bu söz önlərindən biri ilə bitirsə, bax, son sözü bitib və sual işarəsi qoyubsa, burada demək olar ki, verəcəyiniz cavab ya who'dur, ya what'dır. Ya who qoyacaqsınız bura, ya da what qoyacaqsınız. Tərcümə ilə də görəcəksiniz ki, olacaq. Ya siz bura who'nu qoyacaqsınız, ya da siz bura qoyacaqsınız what'ı. İkisindən birini. İki variant arasında qalsanız tərcüməyə gedəcəksən, iki variant arasında qalmamısansa, hansını veribsə onu qoyacaqsan. Və bizdə sadəcə who'nu verib, digərlərini verməyibdi. Ona görə siz burada who'nu götürməlisiniz. Cavab olur A variantı. What vermiş olsaydı tərcümə ilə tapacaqdım. Və tərcümə də budur ki, who'nu bura qoyuram. Who were the letters written by? Məktublar, who? Kim tərəfindən, bax, bu by, sondakı söz önü gəlir buradakı sual əvəzindən birləşir. Kimlə birləşir? Məktublar, who, kim tərəfindən written yazılıbdır. Məchul növün sualıdır. Cavab olur who. Gedək üçüncüyə. Üçüncüdə də bir qayda tətbiq edəcəyik. Dünən də bu haqda danışmışdıq. Nöqtədən sonra birbaşa feil gəlibsə, baxın, refused, rədd etmək deməkdir. Birbaşa feil gəlibsə, mübtədasız, birbaşa feil, birbaşa xəbər gəlibsə, yenə sizin burada seçənəyiniz who'dan və ya what'dan yana olmalıdır. Who'dan və ya what'dan yana olmalıdır. Və bizdə hər ikisini veribdir. Yəni, heç bunlara baxmağa ehtiyac belə yoxdur. Cavab ya who'dur, ya what'dır, çünki birbaşa feildir. Rədd edib dəvətnaməni. Kim rədd edib dəvətnaməni, yoxsa nə rədd edib dəvətnaməni? Təbii ki, ən məntiqli tərcümə ilə kim dəvətnaməni rədd edib, kim dəvətnamədən imtina edib deyib, üçüncü sualın cavabını B variantı yazırıq. Baxın, 5-ci suala. Are you living in the apartment? Deməli, siz nə edəcəksiniz? Birinci cümlənin sonunda söz önü varmı, ona baxacaqsınız. Varsa, who, what'dan gedəcəksən. Söz önü varsa, ona baxacaqsan. İkinci, cümlədə birbaşa feil gəlibmi, ona baxacaqsan. Nöqtədən sonra birbaşa feil gəlibmi? Gəlin bunu belə yazaq ki. İkinci, ona baxacaqsan. Əgər o da varsa, mübtədə xəbər eləyəcəksən. Yox, bunun ikisi də yoxdursa, tərcümə edəcəksən. Üçüncü qaydanda deyəcəyəm. Hələ ki, ikisini öyrəndik. Sonu söz önü ilə bitirsə, who ya da what. Birbaşa feil gəlibsə, who ya da what qoyacağıq. Düzdürmü? Hələ ki, bunları öyrənmişik. İndi gəlib 5-ciyə baxaq. Yoxlayaq görək bu varmı? Cümlə gəlib, son söz önü ilə bitibdir. Are you living in the apartment with? Son söz önü ilə bitibsə, cavab who ya da what'dır.
Hansını veribdi bizə? Who'nu verib. What'ı vermədiyi üçün heç tərcüməyə də getməyək. Tərcümədə budur. Who are you living in the apartment with? Sən apartmanda yaşayırsan kim? Bu kim gəlir? Bu bizlə birləşir. Kim ilə tərcüməsinə gedəcək. Gedək 7-ci suala. Baxın, 7-ci sualda answered, birbaşa feil gəlib. Yenə birbaşa feil gəlibsə, mən nə qoymalıyam ora? Who ya da what? Varmı what burada? Yoxdur. Yoxdursa, who'nu gətir qoy. Tərcümədə budur. Who answered this question? Kim bu suala cavab verdi? 7-ci sualın cavabı olur A variantı. Gedirik 9-cu suala. Artıq 9-cu sualda yeni bir qayda bizə gəlir. 9-cu sualda isə qayda budur ki, nöqtədən sonra əgər ki isim gəlibsə, baxın 9-cu sualda emotions isim gəlibdir. Nöqtədən sonra emotions isim gəlibsə, baxın nöqtə isim gəlibsə, siz ora nə qoya bilərsiniz? Yəni bunu oxlarla ayıraq. Nələri qoya bilərik? Nələri qoya bilərik? Siz ora qoya bilərsiniz what, hansı tərcüməsində. Siz ora qoya bilərsiniz whose, kimin tərcüməsində. Siz ora qoya bilərsiniz which, hansı tərcüməsində. What'la which'in fərqi odur ki, ikisi də hansı tərcüməsini verir özündən sonra isim gələndə. What'da seçənək qoymur, amma which'də bizə seçənək qoyur. Yəni hansını deyir və sonra seçənək qoyur bizə. Elə ayırd eləyirik. Deməli, what, whose, which, what kind of-u qoya bilərik. Hansı növ? What kind of-u qoya bilərik. Bunları yerləşdirə bilərik. Və bir də how many, how much da istifadə edə bilərik. Bir də bura how many, how much yazın. Əgər bu qaydalar yoxdursa, bunları not alın. Çünki bayaqdan işləyəcəyimiz növbəti testlərdə bunlar lazım olacaq. Deməli, what-u qoya bilərik. Ümid edirəm, görə bilirsiniz. Nöqtədən sonra isim gəlibsə, what-u qoy. Hansı tərcüməsində? Təbii ki, tərcüməsini bilməlisən. Who's-u qoya bilərsən, kimin tərcüməsində yiyərlik bildirir. Which-i qoya bilərsən, yenə hansı tərcüməsində. What kind of, hansı növü qoya bilərsən və ya how many və ya how much qoyarsan. How many-dən sonra bilirik ki, sayılan cəm isim gəlməlidir. How much-dan sonra isə sayılmayan isim gələ bilir. Bu da növbəti qaydamız. Və bizə nöqtədən sonra isim qoyubdur. Biz bilirik ki, who-dan sonra isim gəlmir. Mən bura who yazmamışam. Where-dən sonra isim gəlmir. Why-dan sonra isim gəlmir. When-dən sonra isim gəlmir. İsmi bunlardan biri götürüb, bizə də what kind of-u verib götürürəm 9-cu sualın cavabını A variantı. 11-ci sualın cavabı bir cümlə gəlib və sonu yeni söz önü ilə bitib. Dedik sözün söz önü ilə bitənə nə qoyuruq? Who ya da what. Yoxdur who ya da what bu variantlarda. Çıxaq görək yuxarıda varmı? Baxın, D variantında who var. Götürürük D variantını. Gedək 13-cü suala. Bircə dənə 13-cü sualda burada ehtiyatlı olmaq lazımdır. Demişdik, dünən də biz bu haqda danışmışdıq. Sonu söz önü ilə düzdür bitibdir və insan who ya da what qoymalıyıq. Amma bir dənə from söz önündə ehtiyatlı olun. Çünki from söz önündə where də olur. Və burada is that noise coming from? Bunlar onsuz da deyil. O səs haradan gəlir deyə bilirik. Necə ki, where are you from soruşuruq, sən haradansan. Bax, o sualdan yadınızda saxlayın ki, from-la where də istifadə oluna bilir. Gedirik 15-ci suala. Görürsünüz, nöqtədən sonra isim gəlibdir, pen. Bunlardan hansılardan sonra isim gəlir? Cavabı nə götürüb? 15-ci sualın cavabını yaza bilərsiniz. Müəllimə, səsiniz qırıq-qırıq gəlir. Videonu qayd edərsiniz, qrupa atarsınız da zəhmət olmasa. Hamıya belə gəlir, qırıq-qırıq. Qayd gedir, qaydı açmışam. Aydındır, bildim. Kimə qırıq-qırıq gəlir, düz arada oldu. Aha, yaxşı. İnternetlə əlaqəli ola bilər. Və deyirsiniz ki, 15-ci sualın cavabı B variantıdır. Bəli, çünki nöqtədən sonra isim gəlibsə, who-da özündən sonra isim gəlmir. Who-da birbaşa feil gələ bilər, köməkçi feil gələ bilər, son söz önü ilə istifadə edə bilərik, amma isim gəlmir. Why-da isim gəlmir, where-də isim gəlmir, how-da isim gəlmir. Ona görə biz whose-u B variantını cavab olaraq götürəcəyik. Tərcümədə budur. Whose pen is this on the table? Stolun üstündəki kimin qələmidir tərcüməsini verir. 17-ci sualda isə burada artıq fikir verirsinizsə, nə sonu söz önü ilə bitib, nə isim gəlibdir, would gəlibdir. Would benefit sözü gəlibdir, faydalanmaq sözü.
Və bu birbaşa feil götürə bilərsiniz bunu. Birbaşa feil. Birbaşa feil gələndə nə qoyuruq? Who ya da what-ı qoyacağıq. İndi baxın, what yoxdur. Who-nu belə qoyuruq da. Bu who apostrof olan who is-dir və ya who has-dir. Biz belə yox, təkcə who qoyuruq. Cavab olur A variantı və tərcümə də budur ki, who would benefit most from this training session? Bu training məşqindən kimlər faydalanar tərcüməsini verir. Gedirik 19-cu suala. 19-cu sualda isə uşaqlar nöqtədən sonra does gəlibdir. Biz bilirik ki, which-dən sonra isim gəlməlidir. İsim və ya of gələ bilir which-dən sonra. Amma bizdə does gəlib. Bu olmayacaq. Amma bu digərləri haqqında biz tərcüməyə getməliyik. Çünki what-dan sonra isim də gəlir. Eyni zamanda köməkçi feil gəlib nə sualını da verə bilər. How necə deməkdir? Where, harada, why, niyə? Tərcüməyə gedək. Tərcümə etməliyəm. Yəni dediyimiz qaydaların heç biri yoxdur. Does this word, bu söz mean mənaya gəlir. Kontekstdə mənaya gəlir. Yəni nə deyərik? Nə mənaya gəlir? Mənası nədir? Necə mənaya gəlir? Yox. Harada mənaya gəlir? Yox. Niyə mənaya gəlir? Yox. Which-dən sonra isim gəlmir. Birdən deyər hansı mənaya gəlir? Götürün which qoyum. Qrammatik olaraq yanlışdır bu. Which-dən sonra isim gəlməlidir. Bizdə does gəlib. Ona görə what. Deməli, what özündən sonra birbaşa feildə də istifadə oluna bilir. Özündən sonra köməkçi feillə də istifadə oluna bilir. İsimlə də istifadə oluna bilir. Sadəcə isimlə istifadə olunur. What-un tərcüməsi hansı tərcüməsinə gedir? Gedək 21-ci suala. 21-ci sualda nöqtədən sonra language, isim gəlibdir. Baxın, nöqtədən sonra isim gələnləri biz bura qeyd etmişik. What'dur, who'sdur, which'dir, what kind of'dur, how many'dir, how much'dır. Burada how'dur, how yox, how many və ya how much. Burada where'dir, where yoxdur, why yoxdur, when yoxdur. What'u qoya bilərəm. Hansı tərcüməsini verəcək? What language do people speak in Brazil? Braziliyada hansı dili insanlar danışırlar? Gedək 23-cü suala. 23-cü sualda do you usually have breakfast? Sən adətən səhər yeməyini yeyirsən. Bax, cümlənin ardını sonra oxuyum. Before or after your shower. Əvvəl və ya sonra. Duşdan, shower duş. Duşdan əvvəl və ya sonra. Mən bu sözü deyirəmsə, deməli zaman soruşuram səndən. Sən nə vaxt səhər yeməyini yeyirsən? Duşdan əvvəl, yoxsa duşdan sonra? Deməli, mən bura nə vaxt qoymalıyam ki, burayla uyğunlaşsın. Nə vaxt sözü hansıdır? Which hansı deməkdir? Why niyə deməkdir? Who kim deməkdir? What hansı və ya nə deməkdir? Nə vaxt sözü olacaq? When 23-cü sualın cavabı olacaq Y variantı. Gəldik 25-ci suala. Deyir ki, do you think səncə nə düşünürsən? Sən nə düşünürsən deyərik də bura. About the new schools. Tərcümə edəcək uşaqlar. Yeni məktəb rules, qanunları about haqqında düşünürsən, kim düşünürsən yox, harada düşünürsən yox, nə vaxt düşünürsən yox, nə düşünürsən, niyə düşünürsən yox, sən nə düşünürsən deyib 25-ci sualın cavabını yazacaq C variantı. Nə düşünürsən daha məntiqli tərcümədir. Gedirik 27-ci suala. Tərcümə eləyəcək. Burada da tərcümədir. Does she usually, hardan bilirəm tərcümə olduğunu? Çünki nə sonu söz önü ilə bitib, nə birbaşa feil gəlib, nə nöqtədən sonra isim yoxdur ki, qaydalarımı tətbiq edə bilim. Yəni, burada qayda tətbiq edə bilmirəm. Qayda ilə nə edərəm? Who's-dan sonra isim gəlməlidir, bizdə does gəlib. Bir dənə bunu ataraq. Qalan hamısını qoya bilərəm mən ora. Tərcümə etməliyəm. Does she usually, o adətən işə çatır, kim çatır, nə vaxt çatır, kimə çatır, niyə çatır, nə vaxt çatır deyərik də, işə adətən nə vaxt çatır deyib 27-ci sualın cavabını D yazacağıq. Gedirik 29-a. Do you go to the gym? Qayda ilə neyniyə bilərik? Bizdə do gəlib. Biz bilirik ki, whose üstəgəl isim olur. Bunları yazın bir qırağa. Gözünüzün qabağında olmalıdır ki, sizin işlədikcə otursun beyninizə. Whose üstəgəl isim olmalıdır. Bizdə do gəlibdir. Do köməkçi feildir. Atıram gedir. What-da köməkçi feilində istifadə oluna bilər. Ona görə atmırıq. How many-dən sonra da əsasən isim gəlir. Qalanlarda tərcümə.
edəcəyik. How often nə sıxlıqla deməkdir. Deyir, do you go to the gym? Sən gedirsən idmana, nə gedirsən, kim gedirsən, yoxsa nə sıxlıqla gedirsən? How often? Nə qədər sıxlıqla gedirsən deyib Y variantını yazacaq. Birdən özünüzdən bura kimi qoyub deyirsiniz ki, bu kimi ilə tərcüməsidir. Mən deyərəm ki, sən kimi ilə idmana gedirsən. Sən o ilə sözünü orada hardan əlavə elədin? İlə sözü yoxdur axı burada. İlə olması üçün bura biz yazılmalı idi. Yəni burada biz yazılmayıbsa özümüzdən yəni nəyisə sonra əlavə etməyimizə ehtiyac yoxdur. 31-ci sual. 31-ci sualı biz dərsdə də səhv etmişdik. Gəlin o səhvimizi bir daha düzəldək. Zəhra sayəsində aydınlanmışdır. Əslində 31-ci sualda what are the results of the survey? Survey anket deməkdir. Anketin nəticələri nədir deyə tərcümə etmişdik, amma elə deyil. Burada store sözü feildir uşaqlar. Məhkum növ sualıdır bu. Store sözü saxlamaq deməkdir. Eyni keep kimi. Elə bir store yox, kept yazılıbdır ora. Eyni şeydir, saxlamaq. Sırf bu saxlamağa görə anketin nəticələri nədir yox. Anketin nəticələri harada saxlanılır, harada stoklanır deyib cavabı D yazmalıyıq. Əgər stored olmasaydı, bəli, biz dediyimiz olardı. What are the results of the survey? Anketin nəticələri nədir desəydik, heç bir problem olmayacaqdı. Amma bu sırf saxlanılır dediyi üçün cümlə məhcul növə gedir. Həqiqətən to be-ti var, ed-si var. Buna görə biz V-yə qoyacağıq 31-ci sualda da. Gedək 33-cü suala görə qayda tətbiq edə bilirəmmi? Edə bilirəmsə edəcəm, edəmirəmsə tərcüməyə gedəcəm. Nöqtədən sonra car gəlibdir, isim. İsimlə gələn əvəzlikləri yazmışıq. U-dan sonra isim gəlmir, Y-dan sonra isim gəlmir, V-dən sonra isim gəlmir, V-dən sonra isim gəlmir ki, car, maşın isimdir. Uz-dan sonra isim gəlməlidir. Qaydanı tətbiq edib A variantını yerləşdirin. Gedək 35-ci suala. Aha. Burada baxaq görək. Son söz önü ilə bitməyib, birbaşa feil gəlməyibdir, isim də gəlməyibdir. Deməli, nə etməliyəm? Tərcümə eləməliyəm. When nə vaxt, what nə, how much, neçə nə qədər, why niyə. Azərbaycan Respublikası qatılıbdır Birləşmiş Millətlərə. Nə vaxt qatılıbdır? Nə qatılıbdır deyə bilmərik, neçə qatılıbdır deyə bilmərik, niyə qatılıbdır deyə bilərik. 1, 4, 35-ci sualın cavabı da olacaq B variantı. 37-ci sualda isə 37-ni siz yazın. Tərcümə etməlisiniz. Tərcümə edin, düzgün sual əvəzliyini yerləşdirin. Saçının oğlunu soruşmur, oğlunun saçının rəngi soruşur. Yaxşı baxın suala. Bir nəfər C yazır, hamı gedir yazır. Mən indi bunu başa düşdüm. Deməli, kim yazırsa onu təkrarlayır. Düzəldin. Bir C yazıb 2-ni götürürsünüz. 2-də belə olur. Who's your little son's favorite color? Sənin balaca oğlunun sevimli saçı kimdir deyə bilməzsən sən. Deyə bilmərik biz elə. Sevimli saç rəngi deyərik. Hansıdır deməliyik. Yəqin ki, düşünmüsünüz ki, which-dən sonra isim gəlməlidir. Bəli, isim gəlməlidir, amma burada tərcüməyə görə doğru olan what-la which-dir. Niyə belə olubdur? Çünki sual cümləsidir deyənə iz qabağa keçibdir və favorite color-ı da bura yazıbdır. Yəni, tamamilə tərcüməyə görə yerləşdirdik. 39-cu sualı yazın görək. Nöqtədən sonra qrup gəlib. Bu dəfə isim gəlibdir. 39-u düz yazacaqsınız. Qrupda yersiz söhbətlər etmirik. Deməli, bəli, nöqtədən sonra qrup gəlibsə, hansı qrup deyərik? Bir də kimin qrupu deyərik? Onlar 1, 4. 41-ci sualda, baxın, cavab because-ladırsa, çünki cavabını vermişəmsə, demək ki, dialoqdur da bu. Adam sual verib,
O biri də cavab verib və verdiyi cavab because-ladır. Because çünki deməkdir. Demək ki, mən səndən nəyisə səbəbini soruşmuşam. Niyə demişəm? Sən də mənə çünki demisən. Niyə sözü nədir? Why. Cavab olur D variantı. Yəni cavabı because-la verib sistematik sualda niyə deməkdir də? Burada olur, cavab olur why. Gedirik 43-cü suala. Deyir ki, that is the new consultant. Təlimçidir. O yeni təlimçidir. Təlimçi deməkdir consultant. Yəni kimliyini soruşmuşam da. Qadın kimdir? Direktorun yanında duran qadın kimdir? O da deyir ki, yeni təlimçidir. Kimdir deyəcək. Cavaba görə. Cavabda deyir ki, bir consultant yox, elə bir new teacher yazıb ora. Kimliyini soruşur. O da deyir ki, kimdir? Cavab olur B variantı bu. Gedirik 45-ci suala. Aha. Deyir ki, I go to the gym. Mən cimə gedirəm. Bax, o ona sual verib. Cavabda deyir ki, idmana gedirəm. O da deyir ki, işdən sonra adətən. O da deyir, idmana gedirəm. Yəni, adətən nə edirsən? I go to the gym. Mən idmana gedirəm. Nə edirsən sualını vermə. İşdən sonra niyə edirsən? İdmana gedirəm. Dəxli yoxdur. Kim edirsən? Yoxdur. Nə vaxt edirsən? Olmaz. Cavab olur B variantı 45-ci sualda. Gedir 47-yə. Baxın, deyir ki, sual vermişəm. Bax, adama sual vermişəm. Deyir ki, when I was 6, nə vaxt ki 6 yaşım var idi. 6 yaşım olanda. Deməli, bu ondan nə soruşubdur? Nə vaxt başlamısan piyano çalmağa? O deyir ki, 6 yaşım olanda. Nə vaxt sözü nədir? C variantı. Cavabı yerini desəydim, məsəl üçün məktəbdə başlamışam. Orada jüvey olacaqdı, harada başlamısan. Bu 6 yaşında başlayıb. Deməli, nə vaxt başladığını soruşur, cavab olur B. Gedək 49-a. Kind of nə ilə birləşir? What kind of ifadəsi idi də o. What kind of music deyirdik. Ona görə orada kind of-u what-u qoyub tamamlamalıyıq. Tərcümə də budur. What kind of music do you like? Hansı növ musiqini xoşlayırsan? Caz və klassik musiqini xoşlayıram. 51-ci sualda. 51-ci sualda deyir ki, was your favorite speaker? Sənin sevimli speakerin konfransda. O da cavabda deyir ki, the first one, birinci, kim ki yenilik haqqında danışır? Yenilik haqqında danışan o birinci şəxs. Mən bunun neyini soruşmuşam? O da mənə cavabda deyir ki, birinci şəxs. Yazın görək 51-in cavabını. $51. Mesaj kutum donup yazmışsınız, indi gördüm. Yazırsınız. Aha. Bəli, kim soruşur? Deyir, kimdir? Who was your favorite speaker? Sənin sevimli danışan o speaker kimdir konferansda? O deyir, birinci. Yenilik haqqında danışan o birinci adam. Cavab olur, kimdir olacaq. Gedək 53-cü suala. Aha, bax, belə sual düşübdür. Keçən ildə düşüb, bundan əvvəlki ildə düşüb. 11-lərində qəbulunda görmüşəm, 9-un buraxılışında da görmüşəm. Düşüb. Və deyir ki, hər iki cümləyə uyğun gələni seç. Siz də cümləni tərcümə edə bilmirsiniz. Burada ikinci bir dənə sözə baxın, 53-də. İkinci cümləyə baxın. İkinci cümlədə birbaşa called feil gəlib. Birbaşa feil gələndə nə qoyuruq? Who ya da what. Yoxdur da burada what. Bir dənə who olub. Olsa tərcümə edəcəkdim. Demək ki, mən bura who'nu götürəcəyim. Həmin who burada uyğun gəlir, burada uyğun gəlir. Hər ikisinə uyğun gələcək. Və tərcümə bu olur. Who called you last night? Keçən gecə kim zəng vurdu sənə? Who was responsible for organizing the workshop? Bu işi organize etməkdən, ayarlamaqdan, təşkil etməkdən kim responsible'dır, kim məsuliyyətlidir, kim sorumludur deyib A variantını götürəcəyik. Yəni, hər ikisinə uyğun gələndir. Gəlin, gedək bunlardan bir çoxunu sizə işlədəcəm mən. 55-ci sual. Deyir ki, hər iki cümləyə uyğun gələn, həm tərcümə baxımından, həm də qrammatika baxımından uyğun gələni seç. Nə seçəcəksiniz 55-ci suala? Nöqtədən sonra happened, nöqtədən sonra source. Bəli, birbaşa feil gəlibsə,
Birbaşa feil gəlibsə, qalmısınız B ilə C-nin arasında. Birbaşa feil gəlibsə, bilirsiniz ki, who ya da what. Hər zaman who olmur. Who ya da what, ikisindən biri. Səndə ikisi də var variantda. Baxın, bizim qabağımızda iki variant da var. Bunları atmışıq onsuz da. Ya tərcümə edib who ya da what arasında seçim edəcəksən, ya da ikinci cümləyə baxın, ikinci cümlədə nöqtədən sonra isim gəlib. Sən who-nu bura qoyanda birinci tərcüməyə uyğun gəlmir o. Kim baş verdi deyə bilməzsiniz siz. İkincidə ki, lap onu da tərcümə edə bilmədin. Götürdün, yazdın who-nu bura. Gətir o who-nu burada yaz. Source isimdir, qaynaq deməkdir. Who-dan sonra isim gəlir? Yox. Amma what-dan nə var idi? What-dan sonra isim gələ bilirdi. What üstəgəl isim də olur. What üstəgəl birbaşa feil də olur. Amma who-dan sonra isim söhbəti yoxdur. Yəni who birinci cümləyə həm tərcümə ilə uymur. Lap tərcümə ilə uysa belə sənin who-un bura gəlib oturmur. Buna görə burada who-nu yox, what-u götürməlisiniz. Tərcümə də belədir. What happened after the conference? Konfransdan sonra nə baş verdi? What source of information did you use? Sən hansı növ informasiya qaynağını istifadə edirsən? Hər ikisinə uyğun gələni. 57-ci sualda tərcümə ilə yerləşdirəcəksin. Çünki burada birbaşa feil də gəlməyib, sonu sözünü ilə bitməyib, isim də yoxdur. 57-ci sualı yazın. 57-ci sualı yazaq görək. Tərcümədir uşaqlar. 57-ci sual tərcümədir. Uyğun gələni seçin. Where, harada, who, kim, how, necə, whom, kimə, what-dakı nə. Did you react? React, reaksiya vermək. Sən reaksiya verirsən. When you heard the news. Nə vaxt ki, eşidirsən xəbərləri. Do you manage stress at work? İşdə idarə edirsən stresi. A-nı yazanlar sizin başınıza dönün. A-nı yazanlar. What did you reacted? What-u gəl qoyun bura. Qoyaq what-u bura. 9-cu siniflər. Gəlin what-u qoyaq. Tərcüməsi güclü olan uşaqlar. Siz bu 57-də what-u bura qoyanda bunu necə tərcümə edirsiniz? What did you react when you heard the news? Sən xəbərləri eşidəndə nə reaksiya verirsən? Yaxşı. Bəlkə sizə beynimizə, məntiqimizə oturdu. Gəlin bu what-u bir də bura qoyaq. What do you manage stress at work? Sən stresi idarə edirsən, işdə nə idarə edirsən? Hadi bəlkə buradan beynimizə tərcümə batdı. Buradan da batırıq tərcümə beynimizə. What do you manage stress at work? Sən işdə stresi nə idarə edirsən deyə bir cümlə var. İşdə stresi nə idarə edirsən? Belə cümlə var, yoxdur. What olmaz ora. What olmaz. Necə idarə edirsən deyə bilərik də. Cavab necədir? Necə reaksiya verirsən xəbərləri eşidəndə? Necə stresi manage eləyirsən, öhdəsindən gəlirsən? Cavab olur C variantı. Gedək 59-cu suala. Çox yüksəkdir bu tip sualların çıxma ehtimalı. Çox yüksəkdir. Baxaq tərcümə edin görək nə yazacaqsınız. Did she decide? O qərara gəldi. Previous job. Previous əvvəlki deməkdir. Əvvəlki işindən çıxmağı. Are people protesting in the city? Protesting şikayət etmək, qarşı çıxmaq, miting etmək. İnsanlar protesting edirlər şəhər mərkəzində. 11-ci siniflər sizə aktiv görüm. Sizlik suallardır, OTK-lıq suallardır. Həqiqətən dərk edib o variantları yazın. 11-lər Y yazırdı, yəni 9-lar tez oradan fotokopi, copy-paste yapmayın. Y deyirsiniz. Bəli, tərcümə iləndir, tamamən tərcümədir. Burada why? Why did she decide to? Niyə o əvvəlki işindən tərk etmək qərarına gəldi? Niyə insanlar şəhər mərkəzində protest edirlər, miting edirlər? Niyə olacaq? Ha, often olmur. Nə qədər sıxlıqla əvvəlki işindən tərk etmək qərarına gəldi, olmaz. Nə qədər əvvəlki işindən olmaz. Nə olmur, kimin olmur? Cavab olur why. Gedək 61-ci suala. 61-ci sualı yazaq. Speaker emphasize. Emphasize vurğulamaq demək deməkdir. Speaker da danışan şəxs. Danışan vurğuladı nəticəsində. Your manager, sənin yöneticin suggest, təklif etdi during the meeting, iclas boyunca.
Bundan sonrakiləri tərcümə eləməyəcəyəm. Bəli, B variantı. What tərcüməyə uyğun gəlir? What did the speaker emphasize in her conclusion? Nəticədə speaker nəyi vurğuladı? İdarəçi mitinq müddətində nəyi təklif etdi olacaq. Mitinq müddətində idarəçi harada təklif etdi olmaz. Mitinq müddətində idarəçi nə vaxt təklif etdi olmaz. Mitinq müddətində idarəçi kim təklif etdi olmaz. Mitinq müddətində idarəçi niyə təklif etdi də olmur. Nə təklif etdi? Ən məntiqlisi B variantını yazmaqdır. 63-cü sualda. 63-cü sualda deyəsən nömrələr düşməyibdir. 2 dənə cümlədir və nə yazarsınız 63-cü suala? İsim də var ha. Bəli. Whose phone isim gəlib. Whose. Whose birdən how many deyərsiniz, tərcümə olunur how many ilə. Whose phone rang in the middle of the lecture. Mühazirənin ortasında in the middle. Kimin telefonu çalır? Whose signature on this document. Bu dokumentdə, bu sənəddə kimin imzasıdır deyib whose'u ora yerləşdirəcəyik. 65-ci sualda yazaq görək 65-ci sualı. Bu tip sualların çıxma ehtimalı çox yüksəkdir. Ona görə sizə işlətmək istəyirəm. 65-ci sualı. Did you fix? Fix bilirsiniz ki, təmin etməkdir. Printer işi. İşi problem deməkdir. Uşaqlar, printerin problemini təmir etmək. Would you respond? Nə cavab verərdin? Respond cavab vermək. If someone criticized your work. Criticize, belə deyək də, mühakimə etmək deməkdir. Deyir, kimsə sənin işini mühakimə eləsə, sən cavab verərdin. Sən bu problemi ikisinə də uyğun olmalıdır, ha? İkisinə də tərcümə uyğun olmalı. Yəni, məsələn, atıram, sən bura who's-u qoyursan da, who's burada tərcümə ilə uyğun olmalıdır. Bəli, how, necə? How did you fix the printer issue? Sən printerin problemini necə fix etdin? Necə çözdün? Necə təmir etdin? How would you respond if someone criticized your work? Kimsə sənin işini mühakimə etsə, sən necə cavab verərsən, necə cavab verərdin deyib 65-ci sualın cavabını da yazacağıq C variantı. 67-ci sualda. 67-ci sualı mən deyəcəm, buna bənzərləri sizə işlədəcəyəm. Aha, burada bir who var, fikir verirsiniz variantlar. Bir də belə who apostrof var. Bildiyimiz who'dur tək olan. Amma bu who apostrof yazılan who is'dir. Sən bura onsuz da izi yazıb da, sən gətirib burada who izi yazsan, bu kitabı who is cümləsi olacaq. Yəni, izin birini qısaldıb yazacaqsan, birini də uzun, özü yazıbdır. Ona görə bu qabaq who is belə deyil. Qabaq sadə, bu who'dan sonra da isim gəlməlidir, səndə iz gəlib. Bu who'su da atdın. Deməli, bura who'dur. Who is speaking now? Hal-hazırda kim danışır? Nöqtədən sonra isim gəlib. Sən bu who is-i, yəni qısa yazıb da, bu who is, bu apostrof yazdığı who's-a bərabərdir. Bu buna bərabərdir. Sən də aparıb bunu bura qoysan, axı bu who-dan sonra isim gəlmir, bizdə voice isim gəlib. Ona görə C-də olmur. İsim gəldiyi üçün voice səs deməkdir, isimdir. Cavab olur A variantı. Who is speaking now? Hal-hazırda kim danışır? Whose voice is that? O kimin səsidir deyib A variantının tərcüməsinə gedəcəyik. 69-cu sual sizdədir. Unutmuyorum. Bir daha deyirəm. Bir daha deyirəm. Who apostrof yazdığı who is deməkdir. Sən bu who is ora qoyanda birləşməlidir bu. Yəni doğru olmalıdır. Sən iki də bu who is deyə bilməzsən. Bu cümlədə ehtiyatlı olun. Nöqtədən sonra isim gəlibdir. Bu who is'dən sonra isim gəlmir. Bu who'dan sonra isim gəlmir. Bax, o birinci tərəflərinə görə atdım. Qaldım bu ikisinin arasında who'sdur, which'dir, ismi götürə bilir. Bu whom var, whom. Whomdan sonra köməkçi feil gəlməlidir. Whomdan sonra, bax, whom'un qaydası, sual cümlələrin üstündə biz qalacağıq.
Yenə işləyəcəyik də, başqa testlər var. Köməkçi feil mübtəda xəbər sırasından gedir, whom. Baxın, whomun sırası belədir. Köməkçi feil mübtəda xəbər sırasından gedir. Kimə? Kimi deməkdir və tamamlığa verilən bir sualdır. Mübtəda xəbər sırasından gedir. Səndə going gəlibdir. Köməkçi feilin yoxdur. Bu da Y də getdi. Who is? İndi bura ya who'sdur ya which'dir. Düzdürmü? Bu who'nu bura qoya bilməzsən. Bu going nə ilə birləşməlidir? Bu is ilə birləşməlidir də. Onu birləşdirmək üçün C variantını götürürəm. Tərcümədə budur. Chair is broken. Hansı stul qırılıbdır? Who is going to fix it? Kim onu təmir edəcək? Is going to orada gələcək zamanı göstərir bizə. 71-ci sualda. Aha, nəhayət ki, gəldik açıq sualla. Bundan sonrakılar açıq nömrəli suallardır. Ona görə çox ehtiyatla işləməliyik. Fikir verirsinizsə, nöqtədən sonra köməkçi feil gəlibdir. Biz bilirik ki, whichdən sonra nə gəlməlidir? İsim və ya of gələ bilər uşaqlar, whichdən sonra of da gələ bilər. Who'dan sonra nə gəlməlidir? İsim. Bizdə nə gəlib? Köməkçi feil. When'dən sonra köməkçi feil gəlir. When. Whom'dan sonra köməkçi feil gəlir. Whom'un strukturunu, quruluşunu yuxarı yazdım sizə. Bizdə də köməkçi feil gəlib. Həmin bu struktura cavab verir. Ona görə də 71-ci sualın cavabı olur 1, 2. İndi gedirik 73-cü suala. Bir neçəsini mən işləyim bunlardan. Aha. Baxın, nöqtədən sonra ideas, isim gəlib, ideyalar. Bunların hansından sonra isim gəlir? Who'dan sonra isim gəlmir. V'dən sonra da isim gəlmir uşaqlar. V'nin strukturu belədir. V'nin strukturu budur ki, özündən sonra gəlir köməkçi feil, sual cümləsində mübtəda, sonra xəbər olur və sonuna sual işarəsi qoyulur. Bizdə isə ideas gəlibdir, ona görə V'yə də olmaz. Who'dan sonra isim gəlir, who'su götürəcəyəm. Which'dən sonra isim də gələ bilib, götürəcəyəm. 1, 3 cavabını doğru cavab olaraq qəbul edəcəyəm. Gedək 75-ci suala. Cümləni gətirib və did qoyub, köməkçi feil. Biz bilirik ki, who'dan sonra nə gəlir? İsim gəlir, bir daha qeyd edirəm. Who's kimin deməkdir? Özündən sonra isim gəlməlidir. Bizdə did gəlib, demək ki, who'su götürməyəcəyəm. Why'dan sonra why'ın strukturu nədir? Yeni öyrənənlər və ya yadından çıxanlar yazın strukturları. Why'dan sonra gəlir köməkçi feil. Çünki növbəti dərsdə də bundan bağlı olacaq mövzu. Sonra gəlir mübtəda xəbər, sonra olur sual cümləsi. How da elədir. Necə deməkdir? Özündən sonra gəlir köməkçi feil, sonra mübtədası, sonra xəbəri gəlir və sualını veririk. Və bizdə də bu strukturda köməkçi feil, mübtəda, xəbər gəldiyi üçün biz why-la how-nu götürəcəyik. 2 ilə 3. How much həm tərcümə olunur, həm də ki, how much-dan sonra isim, əsasən isim gəlir. Burada tərcüməyə görə 2 ilə 3-ü götürürük struktura görə. 77-ci sualda nöqtədən sonra kriteriya. Kriteriya köməkçi feil deyil də, bu isimdir. Deməli, isimləri gələnləri götürəcəyik. Who'dan sonra isim gəlir deyənə 1-i götürürəm. Which'dən sonra isim gələ bilər deyənə 2-ni götürürəm. Amma why-la V-yə nə yazdıq yuxarıya? Why-dan sonra dedik köməkçi feil gəlməlidir. V-dən sonra da köməkçi feil gəlməlidir. Baxın, mən yazıram, yuxarıda qalır. Lazımdırsa, çox qarışdırırsınızsa, notlarınızı alın, gözünüzün qabağında olsun ki, sonra yaddan çıxmasın. Bizdə isim gəlir. Why və V-dən sonra, baxın, eyni bu whom kimi olmalıdır. Bax, why V-yə də bura aiddir. Why-la V-yə də bura aiddir. Ona görə 1 ilə 2-ni götürəcəyik. 1 ilə 2-ni götürəcəyik. Gedək 79-cu suala. 79-cu sualda consequence. Tərcüməsini bilməsəniz belə, nəticələr deməkdir consequence. Sinonimi də result sözüdür, conclusion sözüdür. İsim gəlib də, V-dən sonra isim gəlmir, why-dan sonra isim gəlmir, which-dən sonra isim gəlməlidir, gəlibdir, götür 2-ni. What-dan sonra isim də gələ bilər. What hər ikisi ilə olur, isim də gələ bilər. Ona görə what-u da bu qrupa daxil edib 79-cu sualda 2-3-ü yerləşdirəcəm. 81-ci sualla davam edirəm. Nöqtədən sonra did gəlib, isim gəlmir. Biz bilirik ki, who'dan sonra nə gəlməlidir? İsim gəlməlidir. How many-dən sonra da, neçə, nə qədər sözündən sonra da nə gəlməlidir? İsim gəlməlidir. Bizdə isim
gəlməyibdir. Hamenində götürmürəm. Köməkçi feil mübtəda strukturuna uyğun olan why'dır. Bir də when'dir. 1 ilə 2-ni yerləşdirəcəyəm 81-ci suala. 83-cü suala ideyalar gəlibdir. Nə yazacaqsınız? Yazın görək. Evaluate nə deməkdir? Qiymətləndirmək deməkdir. Əjdər, yaxşı ki varsa. Deyirsiniz ki 1-3 isim gəlib deyəni who'su götürmüsünüz. Why'dan sonra isim gəlmir. Who'dan sonra isim gəlmir. Bəli, çox da haqlısınız. Yəni bunu tutmusunuz. 1-3. Gedək 85-ci suala. 85-ci suala baxaq. Burada fikir verirsinizsə boşluq da verib. Ümumi suallarda bax bu qabağına bu how'dur, which'dir, how many'dir bu qoyduğumuz şeylər olanda bu olur xüsusi sual, konkret nəyəsə sual veririk. Qabağında boşluq qoyubsa, yəni bura boşluq olsa, boşluqdan sonra gəlibdir köməkçi feil, sual əvəzliyi yoxdur da, yəni mübtəda xəbər gəlibsə, bu olur ümumi sual. Bunun cavabı da hə, yox cavabı olur. Hə, yox cavabı olur. Yəni bu da düzgün bir sual cümləsidir. Bax, köməkçi feil, mübtəda xəbər, ümumi sual kimi götürə bilərəm, boşluq qoya bilərəm, 2-nin qabağını 2-ni götürə bilərəm. 85-ci sualda 2-ni götürə bilərik. Which'dən sonra isim gəlməlidir. Məndə do gəlib. How many'dən sonra isim gəlməlidir. Məndə do gəlib. Amma ha necə olur? Ha köməkçi feil mübtəda xəbərlə gedir. 1-i götürəcəyəm. Cavab olur 1-2. Baxın, boşluğu 1 də deyirəm. Boşluq da ola bilər. Ümumi sual verirəm. Məsəl üçün deyirəm, sən məktəbə gedirsən. Do you go to school? Uşaq da deyir ki, yes or no. Hə, yox cavabıdır da bu. Yəni, onun da ümumi sualın quruluşu necədir? Köməkçi feil mübtəda xəbər. Yəni, bunun qabağına bunların nəyinsə birini qoymağa ehtiyac yoxdur. Ümumiyyətlə soruşuram mən. Hə, yox cavabı istəyirəm. Konkret nəsə soruşmuram. Bu sual əvəzlikləri konkret nəsə soruşmaq üçündür. 87-ci sualda isə inspired, birbaşa feil gəlib. Birbaşa feil gələndə nə qoyuruq? Yazın cavabı. Birbaşa feil gələndə, inspired, ilhamlandırmaq deməkdir. Birbaşa feil gələndə hansını qoyuruq? Nömrələri yazın. When birbaşa feillə işlənmir, why birbaşa feillə işlənmir, what da birbaşa feillə işlənə bilər. Deməli, what həm köməkçi feillə işlənir, həm özündən sonra ismi də qəbul edə bilir. Həm də birbaşa feillə işlənib mübtədanın özünə də sual verə bilir bu what. Yəni what görün 3 dənə şeyə sahibdir. Hətta kind of-la da birləşir, what kind of olur. What yəni o qədər güclü bir sual əvəzliyidir. Who isə isimlə işlənmir, what-dan fərqi olaraq isimlə işlənmir. Tərcüməsi kim deməkdir? Birbaşa feillə də işlənir, özündən sonra mübtəda, köməkçi və mübtəda xəbər strukturunda gedə bilər. Deməli, cavab olur 2-4. Hər sual əvəzliyinin öz xüsusiyyətləri var. Bunları bilin. 89-cu sualda nöqtədən sonra volunteer. Volunteer sözü gəlibdir, könüllü sözü. İndi nə qoyacaqsınız? İsim gəlibdir, nə yerləşdirəcəksiniz? Amir niyə mənə yazıbdı müəllimə? Aha. İlginç. Neyse, uplift'i də soruşarsan. Uplift də ruhlandırmaq deməkdir, uşaqlar. Inspire kimidir. İlhamlandırmaq, həvəsləndirmək. Tafdakı çətin zamanlarında deməkdir. Nə yazırsınız? 89-cu sualın cavabını nə yazırsınız? 2-3'dür 89'da. Özündən sonra isim gəlib deyənə, who'dan sonra isim gəlmir, volunteer könüllü deməkdir. How'dan sonra isim gəlmir. 2-3 isimlə işlənən 2 ilə 3'ü götürəcəksiniz. 91-ci sualda yenə özündən sonra emotions, hisslər, isim gəlibdir. İsim gəlib deyənə what'u götürə bilərəm. What'u götürə bilərəm. How'dan sonra isim gəlmir deyənə how'nu atıram. Which'dən sonra isim gələ bilər deyəni 3'ü götürürəm. Why'ı da götürməyimə ehtiyac yoxdur. Cavab olur 1, 3, 91-ci sualın cavabı. Gedirik 93-cü suala. Nöqtədən sonra goals gəlibdir. İsim gəlib yenə. İsim gəlibsə how many-ni götürə bilərəm. How many isimlə işlənir.
While işlənmir. Whose 3-ü götürə bilərəm. Whose'dan sonra isim gəlir. Which özündən sonra isim gəlir deyənə which'i götürə bilərəm. Where'dən sonra isim gəlmir. Cavab 1, 3, 4 tərcüməsi ilə 90 neçənci sual idi? 93-cü sualı yazırıq. 95-ci sualda yenə factors isim gəlibdir. Where'dən sonra isim gəlmir. Qatılmaq istəyən var. Bir dəqiqə, nə baş verir burada? Dərsi pozmayaq. Aha, aha, xoş gəldin. Dərsi pozmuruq uşaqlar, dərsi pozmuruq. 9-cu siniflər, dərsi pozmursunuz. Atacam sizi indi. Nöqtədən sonra factors gəlib, isim gəlib. Where olmaz, which olar, 2-ni götür. Who da olmaz, 4-ü götürmə. How many isimlə işlənir, 3-ü də götür. What kind of da isimlə işlənir, 5-i də götürəcəyik. Gedirik 97-ci sualla. 97-ci sualda, 97-ci sual sizdədir. Hər iki cümləyə uyğun gələni seçin görək 97-ci suala. When, nə vaxt, what time, saat neçədə, niyə, why, who's-da kimin? Who's-dan sonra isim gəlməlidir. Səndə isim yoxdur. Cavabı yazın 97. Bəli, 97-də 1-2-dir. Nə vaxt qatar çatır? 1. Nə vaxt kino başlayır? Saat neçədə kino başlayır? Saat neçədə qatar çatır? 1-2 olacaq. Why, niyə orada uyğun gəlmir? 99-cu sualda baxın, cümlə gəlib, axır ki bu qayda çıxdı qabağımıza, bayaq əvvəldə çıxdı, indiyə qədər yoxdur. Cümlə gəlib sonu söz önləri ilə bitib. Söz önü ilə bitəndə bir who-nu qoyurduq 99-cu sualda, bir də what-ı qoyurduq. Çünki sonu nə ilə bitib? Ətlə bitib. Söz önü ilə bitibdir. Söz önü ilə bitəndə who ya da what-dan yerləşdirəcəyik. Və gedirik 100 neçənci suala? 101-ci suala. Aha. Burada isim gəlməyib, sonu söz önü ilə bitməyib, tərcüməyə gedəcəksən. Unutmayın, boşluq olanda nə olur? Boşluq olması üçün. Ora boşluq qoyanda bu nə cümləsinə çevriləcək? Ümumi sual olmalıdır. Ümumi sual olması üçün cümlənin tərkibi necə olmalıdır? Köməkçi feil gəlməlidir. Gəlin, mən o vaxta qədər siz cavabları yazın. Ümumi sual nəyə bərabərdir? Köməkçi feil gəlməlidir. Cavabı da hər zaman hə, yox cavabıdır. Mübtəda gəlməlidir, xəbər gəlməlidir. Sənin bu cümlən bu struktura, bu yuxarıdakı cümlən bu struktura uyğundursa, sən boşluğu da 101-də götürə bilərsən. O zaman 101-in cavabını yazım. 104 sualdır, qutarırım. What-u ora qoyanda tərcümə olur uşaqlar. What did he behave like that? O nə belə davranır deyə bilərik. Birləri buraxın, birlərdən əl çəkin. O niyə belə davranır? 2-ni deyə bilərəm. When did he behave like that? O nə vaxt belə davranır? 3-ü deyə bilərəm. Bir də ümumi sual verə bilərəm də, o belə davranır. Hə ya da yox cavab alaram. 2, 3, 5 olacaq. Və son olaraq 103-cü suala gedək. Boşluq nə vaxt olur? Boşluq ümumi sualda olur. Ümumi sualın şərtini ödəyir, ödəyir. 5-i götürəcəksiniz. Qalanını da özünüz seçin. Tərcüməyə görə, tərcümə edin. Bir də, what do you usually meet your project team? Project komandasında sən adətən görüşürsən, nə görüşürsən deyə bilmərik, nə vaxt görüşürsən deyə bilərik, nə qədər sıxlıqla görüşürsən deyə bilərik, kim görüşürsən deyə bilmərik. Birdən özünüzdən tərcümə edərsiniz. Uşaqlarda belə şey var, özlərindən söz əlavə eləmək. Kim ilə görüşürsən müəllimə deyə bilirəm deyirlər. İlə hardadır orada? O iləni özündən hardan uydurdun? İlə var burada, viz var, ilə sözü vizdir. Burada ilə var, yoxdur. Ona görə özündən ora kim ilə, nə ilə, özümüzdən söz uydurmuruq. Elə bir şey yoxdur. Cavab olur 2, 3, 5. Discontinuous question isə 44 dənədə girməyəcəyəm. Uşaqlar disiplin olsun ki, azdır, girməyəcəyəm. İşləsəm 22 dənə sual olur, girməyəcəyəm. Qalacaq. Hələ ki, bugün question verse-də yetindik. Dərsin rekordunu bir dənə saxlayın və 11-ci siniflər sınaq yazaq mı, yazmayaq mı? Qəşəng